aparılan ardıcıl uğurlu islahatlar bütün sosial ödəyişlərdə olduğu kimi pensiyalarda və bu istiqamət üzrə ayrılan vəsaitlərdə də davamlı artıma imkan verib. Bu haqda Yeni Sabah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qeyd edilib. Qeyd edilib ki, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb. Növbəti ildə isə müvafiq olaraq 590 manata və 629 manata çatacağı gözlənilir. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2-8 dəfə, yaşa görə orta aylıq pensiyada 2-7 dəfə artıma nail olunması deməkdir. Eyni vaxtda gələn il pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 milyard 993 milyon manata çatacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2-3 dəfə artımın olduğunu göstərir.